Xanım Fatime-i Zəhra buyurub, yatmağa hazırlaşdığım vaxt Həzrət Peyğəmbər otağıma daxil olub buyurdu: Ey Fatimə, 4 işi görməmiş yatma. Quran xətm et. Peyğəmbərləri öz şəfaətçin qərar ver. Möminləri özündən razı et. Həcc və ümrəni yerinə yetir. Həzrət bunları deyib namaz qılmağa başladı. Gözlədim, namazını qutardı. Dedim, ya Rasulallah, mənə 4 işi yerinə yetirməyi əmr etdin, amma mən onları etməyə qadir deyiləm. Həzrət gülümsəyib buyurdu: Əgər İxlas surəsini 3 dəfə oxusan, elə bil Qur'an xətm etmisən. Əgər mənə və məndən əvvəlki peyğəmbərlərə salavat göndərsən, onlar qiyamətdə sənə şəfaət edəcəklər. Möminlər üçün istilvar etsən, onlar hamısı səndə razı olacaqlar. Əgər Subhanallahi vəlhamdülillahi və la ilahə illallah vallahu əkbər desən, həcc və ümrəni yerinə yetirmiş olacaqsan.